Salam, hörmətli tələbələr. Bu gün sizə informatikadan 11-ci sinifə aid KSQ 1-in sınaq suallarını izahını təqdim edəcəyəm. Qeyd edim ki, bu suallar əsl KSQ-dən bir qədər fərqlənir, amma ümumilikdə oxşar olduğu üçün bu sualların öyrənməyinizi məsləhət görürəm. Mən sol tərəfdə KSQ 1-in sınaq suallarını, sağ tərəfdə isə həmin sınağa aid olan birinci bölmənin, yəni informasiya sistemləri bölməsinin konspektini açmışam və sualları bu konspekt vasitəsilə həll etməyə çalışacağıq. Gəlin ilk sualla başlayaq. Aşağıdakılardan hansı informasiya sisteminin əsas komponentlərindən biri deyil? İnformasiya sistemi nədir? Gəlin onu yadımıza salaq. İnformasiya sistemi dedikdə informasiyanın toplanması, saxlanması və istifadəçilər üçün erişimli, yəni əlçatan olması təmin edən bir sistemdir və informasiya sisteminin 5 dənə komponenti var idi. Bunlar hansısa idi? Aparat təminatı, proqram təminatı, verilənlər, istifadəçilər və proses. Deməli, biz bunları da belə də adlandırdıq. Aparat təminatı hardware, proqram təminatı software, verilənlər data, istifadəçilər user və proses elə proses şəklində ingiliscə adlanırdı. Bunlardan bəs hansılar, yəni komponent deyil, suala qaçsaq görərik ki, tərcüməçilər belə bir komponent yoxdur. Ona görə doğru cavab D variantı olur. Və burada fikir versək, informasiya sistemi qısa şəkildə IS şəklində yazırlar. Keçək ikinci suala. Baxın, burada IS-də son istifadəçi kimdir sualı var. IS-də yəni informasiya sistemi deməkdir. İnformasiya sistemində son istifadəçi kimdir? Ümumiyyətlə, biz burada istifadəçilərin növlərinə baxmalıyıq. Təbii ki, istifadəçilərin növləri bu dərsdə qeyd edilib. Ümumilikdə 3 yerə bölünür. Bunlar birincisi təsadüfi istifadəçilərdir, ikincisi son istifadəçilərdir, üçüncüsü isə informasiya sistemi heyətidir. Yəni, bir növ təsadüfən gələn istifadəçi ola bilər, yəni, tutaq ki, bir proqrama və yaxud da ki, məsələn, oyun götürə bilərik. Tutaq ki, bir şəxs gəlir, amma xəbəri yoxdur bu oyundan. Bu təsadüfi istifadəçidir. Bir var son istifadəçi, o da ki, həmin proqramdan, həmin oyundan davamlı olaraq istifadə edir. Bir də var informasiya sistemi heyəti, hansı ki, bu oyunu, bu proqramı yaradan şəxslərdir. İndi bizdən soruşur ki, son istifadəçi kimdir? Bunu əslində məntiqlə tapa bilərik ki, bu kimlərdir? Son istifadəçilər informasiya sistemindən istifadə edən şəxslərdir, B variantı. Yəni, sonda olaraq ondan xeyir götürən, məsələn, tutaq ki, oyunsa oyunu oynayan, ondan həzz alan şəxslərdir və ya tutaq ki, hər hansı bir proqramdan istifadə edib xeyir tapan şəxslərdir. Bu son istifadəçidir. Bu şəkildə cavabımızı tapdıq. Keçək növbəti üçüncü suala. Elektron ensiklopediyalar və lüğətlər hansı informasiya sistemlərinə aiddir? Burada baxsaq, görək ki, lüğətlər və ensiklopediyalar biz nə axtara bilərik? Müəyyən sözlər, məlumatlar əldə edə bilərik. Deməli, elə burada da cavaba uyğun, yəni bu məntiqlə baxsaq, görək ki, elə informasiya əldə etmə sistemlərinə uyğun gəlir bu cavab. Yəni, orada bu elektron sistemlərdən biz müəyyən məlumatlar əldə edə bilərik. Yəni, adına görə biz bunu təyin edə bilərik. Digər, məsələn, sənədlərin idarə edilməsi, sənədlərlə bağlıdır. Avtomatlaşmış idarə etmə sistemləri nə isə idarə etmək üçün coğrafi informasiya sistemi, coğrafiya ilə, geologiya ilə bağlı sistemlər, yəni ekspert sistemlərdə qərar qəbulu sistemləri. Yəni, bunun da ensiklopediya və lüğətlərə aidiyyatı yoxdur. Keçək 4-cü suala. Coğrafi informasiya sistemləri hansı məqsədlər üçün nəzərdə tutulub? Yəni, bir dənə bu hissəyə gələk. Bu hissədə bizim informasiya sisteminin ümumiyyətlə təsnifatı var idi və informasiya əldə etmə sistemləri, baxın, buradaydı. İnformasiya, buna axtarış sistemləri deyirlər. Yəni, o elektron sistemdə biz nəyisə axtarıb məlumatlar əldə edə bilirik. Və 4-cü suala baxırıq. Bu da artıq bizdə olan coğrafi informasiya sistemləridir. Baxın, burada adı çəkilir. Geographic Information System. Nə məqsədlə, hansı məqsədlər üçün nəzərdə tutulub? Təbii ki, olacaq coğrafiyaya aid olan adına baxsaq, coğrafiyaya aid olan coğrafi və digər verilən emalı üçün nəzərdə tutulub. Doğru cavab B variantıdır. A variantda yazılıb yalnız xəritə çəkmək üçün. Bu deyil, çünki yalnız xəritə üçün deyil, digər
Baxsaq bu mövzunun özünə baxın. Digər işlər üçün də, məsələn, tutaq ki, planların sxemlərin hazırlanması üçün də nəzərdə tutulub. Coğrafi informasiya sistemi haqqında ümumiyyətlə burada ətraflı məlumat verilib. Gəlin baxaq coğrafi informasiya sistemlərinin tətbiq sahələrində. Məsələn, təkcə xəritədə, yəni kartoqrafiyada deyil, geologiya, meteorologiya, ekologiya, nəqliyyatda istifadə olunur. Deməli, orada da müxtəlif cür plan, çertyoz və s. də digər işlərdə də istifadə olunur. 5-ci suala baxaq. 5-ci sual bizə süni intellekt mövzusuna aiddir. Deməli, soruşulur ki, hansı tip robotlar fiziki quruluş baxımından insanı xatırladır? Ümumilikdə robot əsasən 3 hissəyə bölünür, 3 kateqoriyaya bölünür robotlar. Birinci tip robotlar robot manipulyatorlar, ikincisi mobil robotlar, üçüncüsü humanoid robotlar adlanır və insanı xatırladan robotlar hansılardır? Təbii ki, humanoid robotlardır. Çünki human sözü insan deməkdir. Yəni, türklər buna insansız robotlar deyirlər. Və soruşsa o biri robotlar nədir? Mobil robotlar, mobil hərəkətli deməkdir. Yəni, yerindən tərpənib harasa gedən robotlardır. Və bu robotlar ola bilər ki, təkərli olsun və təbii ki, bu insana uyğun gəlmir. Robot manipulyatorlar isə müəyyən yerə bərkidilmiş robotun hissələridir və nəyisə tutaq ki, qaldırmaq, tutmaq, saxlamaq üçün insanları əvəz edən bir alət kimi, müəyyən işlər yerinə yetirən qurğu kimi, robot kimi istifadə olunur. Yəni, o da tam insanı əhatə eləmir, tam insanı əvəz etmir. Doğru cavab C variantı və digər dronlar da bilir ki, havada uça bilirlər, yəni bu insana aid deyil. Hibrid robotlar isə bir neçə tip robotun qarşısından əmələ gəlir. Gələk 6-cı suala. Ekspert sisteminin 2 əsas komponenti hansıdır? Deməli, bizdə ekspert sistemi aşağıda bu hissədə olacaq mövzumuz. Bu mövzuya aiddir. Ekspertlər demişdik ki, hər hansı bir sahədə təcrübəli ixtisaslı şəxslərdir, mütəxəssislərdir və ekspert sistemi də buna uyğun olaraq elə bir sistemdir ki, elə bir proqram və texnologiyadır ki, o nə edir? Müəyyən faktlar və qaydalar əsasında ekspert şəklində, ekspert kimi nəticə çıxara bilir. Burada da məsələn biz fakt, qayda, nəticə kimi nümunəni görmüşdük. Deməli, ekspert sistemlərinin əsas 2 komponenti nədir? Elə dedik ki, bir bilik olmalıdır, yəni bilik, faktlar, yəni bu qaydalar da sizə bura daxildir. Bir də ki, nəticə çıxaran bir mexanizm, məntiqi nəticə çıxarma mexanizmi. Biliklər bazası, yəni nəsə olmalıdır onda və bir də onu emal edib müəyyən nəticə verən mexanizm. Burada biliklər bazası knowledge base, yəni knowledge bilikdir, base baza, inference engine, bu isə inference nəticə deməkdir, daha doğrusu nəticə çıxarmaq deməkdir. Engine də mühərrik və ya mexanizm mənasında işlənir. Bu da mühakimə yürütmə qabiliyyətini gerçəkləşdirir. Əsas 2 komponent budur. Yəni, biliklər bazası, məntiqi nəticə çıxarma mexanizmi. Doğru cavab C variantdır. Amma digər hissələr də var ki, bunlar da əsaslı, yəni istifadəçi interfeysidir, həllin, qərarın əsaslandırılması hissəsi, yəni və bir də açıqlama modulu, explanation modulu. Yəni ümumilikdə biz ekspert sisteminin arxitekturasına baxsaq, bu şəkildəki kimidir. Biliklər bazası buradadır. Ekspert sisteminin özü bu hissədədir və ekspertlərdən müəyyən biliklər bilik mühəndisinə ötürülür. Oradan biliklər bazası zənginləşdirilir və ekspert sistemi həmin biliklər bazası əsasında bilikləri əldə edir və müəyyən nəticələr gəlir və bunun vasitəsilə də istifadəçi interfeysi vasitəsilə də istifadəçilərə bu məlumatları ötürürlər. Belə, indi gəlin keçək, davam edək növbəti 7-ci sualla. Deməli, bu sualda bizə bulanıq məntiq aiddir. Bulanıq məntiq nəyi ifadə edir? Fuzzy logic. Bulanıq məntiqdə ilə burada bu mövzuda qeyd olunub. Ekspert sistemlər və süni intellekt bulanıq məntiqdən istifadə edir. Adi klassik məntiq, yəni adi klassik məntiq bilir ki, 0 və 1-lərlə işləyir.
Yəni yalnız deməli bizdə yalan var və doğru var. 0, 1. Bu klassik məntiqdir. Bulanıq məntiq isə odur ki, 0 ilə 1 arasında müxtəlif qiymətlər var, dəyərlər var. 0,5, 0,7 və s. Eləcə də yalanla doğru deyilən bir şeydən əlavə nə var? Yəqin doğru ola bilsin doğru, yəqin yalan ola bilsin yalan kimi ifadələr var. Deməli, hər şey məsələn ağ-qara deyil, rəngarəng olduğu kimi deməli bizim müasir texnologiyada istifadə olunan məntiqdə də bu cür təkcə 0-1 deyil, onlar arasında olan digər qiymətlər də olmalıdır və doğru cavab B variantıdır. Bulanıq məntiqdə artıq müxtəlif cihazlarda istifadə olunur. Kondisioner, paltaryan, kompüterin özünün bu süni intellekt sahəsində və digər yerlərdə də istifadə olunur. Baxırıq növbəti 8-ci suala. Bu axtarış sistemləri ilə bağlı olan bir sualdır. Ümumiyyətlə axtarış sistemindəki vacib məqamlar burada qeyd olunub. Axtarış sisteminin özü hansı formadadır? Ondan sonra burada axtarış sistemində hansı əməllər vasitəsilə axtarmaq mümkündür. Bu hissələr vacib hissələrdir. Bizdən soruşulur ki, axtarış sistemində relevantlıq nəyi ifadə edir? Relevantlıq sözü baxın burada göstərilib. Relevantlıq nə deməkdir? Uyğunluq deməkdir. Yəni bizim axtaracağımız sorğuya əsasən əgər deməli bizim axtardığımız nəticə, yəni istəyirik ki, bu nəticə çıxsın, o əgər çıxırsa, bizim deməli daha uyğun nəticə çıxmış hesab olunur. Yox, biz bunu istəyirik çıxsın, amma tamam başqa bir şey çıxıb, deməli burada belə çıxır ki, daha az uyğunluq olur. Yəni relevantlıq uyğunluq deməkdir. Cavablara baxsaq, B variantını görək ki, tapılan informasiyanın axtarış meyarına uyğunluq dərəcəsini deməli ifadə edir. Yəni ingiliscədə bu söz elə relevant söz var, uyğun deməkdir. Gələk növbəti suala. Baxın, soruşulur ki, not məntiqi əməli hansı vəziyyətdə not məntiqi əməli istifadə olunur? Burada 3 dənə məntiqi əməl var. And, not, or. Yəni və, deyil və ya. And o idi ki, yəni 2 dənə tutaq ki, və ya 2-dən çox da ola bilər. Söz axtarmaq istəyirsə və onların deməli birləşdirir. Məsələn, 2 sözü axtarmaq istəyirsiniz və istəyirsə 2 söz də çıxsın, onda vədən istifadə edir. Yox, 2 sözdən hər hansı biri çıxsın. Yəni biri çıxa bilər, o birisi çıxmaya da bilər. Bu zaman və ya ilə, orla axtarırıq. Yox, istəyirsə ki, o söz çıxmasın. Yəni baxın, istəmədiyiniz sözlər axtarışdan çıxarmaq. Yəni həmin söz olmasın, deyil. Deməli biz istifadə etməliyik notdan. Not odur ki, biz bu sözü istəmirik, qarşısına yazırıq. Məsələn, not tutaq ki, yazırıq məsələn alma. Yəni o deməkdir ki, alma axtarışda çıxmasın. Bu söz olan saytlar bizim qarşımıza çıxmasın. Belə. Digər işarələrdən də istifadə olunur, riyazi əməllərdən, ondan sonra dırnaqdan və s. də istifadə olunur. 10-cu suala baxırıq. Bu böyük verilənlər texnologiyasına aid olan sualdır. Böyük verilənlər emalında hansı texnologiya istifadə olunur? Ümumiyyətlə, böyük verilənlərdə bu məsələ əsasdır. 3V, bir də buradakı texnologiyalar, 4 dənə texnologiya var. Baxın, bunlar əsas hissələrdir. Verilənlərin intellektual analizi, data mining, bu nə üçündür? Böyük həcmli məlumatların süni intellekt alətləri və qərar qəbul etmə sistemləri vasitəsilə analiz edilməsi. Yəni, bu texnologiya olmasa, proseslər daha yavaş olar və sürəti artırmaq üçün biz bundan istifadə edirik. NoSQL verilənlər bazası, bu nə deməkdir? Not only SQL. Bu N-ni buradan götürüblər. No, N, O, SQL. Yəni, SQL dediyimiz nədir? SQL relyasiyalı verilənlər bazasıdır. Mən bu aşağıda şəkil qoymuşam. Buradan baxa bilərsiniz. Biz normal bildiyimiz cədvəl, baxın, burada SQL adi cədvəldir. Bir də var NoSQL əlaqəsi isə yeni bir əlaqələrdir. Bu daha çox açar dəyər əlaqəsidir. Key value əlaqəsidir. Column store və graph document bu cür əlaqələr də var. Qraf əlaqələrini də çox görə bilərsiniz. Dokument bu həm də bir növ iyarxiya formasında əmələ gəlir. Yəni normal cədvəldən relational əlaqəli
cədvəldən söhbət gedir. Əlaqəli cədvəllərdən fərqli olaraq həmçinin digər növ əlaqələri də özündə saxlayan deməli texnologiya NoSQL adlanır. Yəni bir növ SQL-in daha geniş bir əhatəli formasıdır. Yəni bugünkü gündə SQL özü bizi tam qane etmir. Ona görə NoSQL-dən istifadə edirlər. Baxın, elə burada cavab B variantıdır. Yəni NoSQL nədir? Bizim üçün bir texnologiyadır. Böyük verilənlərdə istifadə olunur. Digər MapReduce, baxın bu MapReduce texnologiyasıdır. Bu da məsələn belə bir formada işləyir ki, sözlər verilir, cümlələr verilib. Tutaq ki, bu cümlələr bu formada hissələrə bölünür və bölünəndən sonra tam ayrılır. Burada ayrılır və reduce azaltmaq deməkdir. Map xəritələmək də reduce azaltmaq deməkdir. Burada isə deməli məsələn Apple sözü görürsə 2 dənədir. Məsələn bu söz gəlir azalır və bir dənə Apple yazılır və qabağına amma 2 yazılır. O deməkdir ki, bu sözdən 2 dənə. Və bunlar son olaraq nəticə olaraq fikir versəz, belə bir başda olan input, giriş verilənləri cümlə çıxış kimi görün hansı şəklə gəlib düşür. Və burada da hansı sözdən çoxdursa, onların qabağında rəqəmlərlə ifadə olunur. Bu da sonra emal prosesini asanlaşdırır. Kompüter üçün ki, eyni sözləri, eyni ifadələri bir cür deməli emal etdikdə, yəni bir yerdə onu emal etdikdə daha tez edir. Daha sonra bir də gələk baxın bu hissəyə. Bu MapReduce bu dediyim texnologiyadır. Map qruplaşdırır, Reduce isə bu yekun nəticə çıxardır. Bir də Hadoop platforması var. Bu da bir texnologiyadır. Böyük veriləri saxlamaq və emal etmək üçün olan bir texnologiyadır və Facebook, Amazonda istifadə olunur. Ona baxsaq və onun əsas komponentlərindən biri elə MapReduce-dur. Baxın, bu hissədir və ondan əlavə olaraq daxilində belə bir HDB hissəsi var. Hadoop Distributed File System, yəni Hadoop'un paylanmış fayl sistemi də bunun içindədir və belə hesab olunur ki, əgər fayl böyükdürsə, biz onu çox zaman 64 megabayt, indi bəzən dəyişir bunun qiyməti, 64 megabaytlıq hissələrə bölərək ümumiyyətlə buludda bunlar belə bir şəkildə saxlanılır və sonra informasiya tapılanda, axtarılanda bu balaca hissələrdən informasiya əldə olunur. Ona görə də böyük bir dənə bütöv informasiyanı tapmaq nəysə daha çətindir, amma balaca 64 megabaytlıq hissədənsə nəysə götürmək, tapmaq daha asan olduğu üçün belə bir texnologiyadan da istifadə edirlər. Yəni bunlar bizim oldu 4 dənə texnologiyamız. Keçək 11-ci suala. Bu artıq açıq sualdır. Açıq suallar 15 baldır. Digər 10 dənə sual qapalı suallar idi. Hər biri 7 bal idi. Deməli, soruşdur ki, böyük verilənlər anlayışında 3V ifadəsi yəni nə deməkdir bu? 3V baxırıq ki, nələrdir? Volume, yəni bu V hərfləridir, ingiliscə olan sözlərdir. Volume, həcm, yəni verilənlərin həcmi nəzərdə tutulur. Yəni o deməkdir ki, böyük verilənlər böyük bir həcmə malikdir və burada əvvəldə də qeyd olunur ki, biz onu dəqiq deyə bilmərik. Neçə megabaytdır, neçə terabaytdır, yəni bugünkü gündə çox böyük həcmə malikdir. Sonra gəlir velocity, sürət. O deməkdir ki, informasiya böyük sürətlə emal edilməlidir və bugünkü gündə də çoxlu kompüterlər çoxlu sayda, çoxlu həcmdə informasiya emal edirlər. Variety isə çeşidli deməkdir, yəni müxtəlifliyi, verilənlərin müxtəlifliyi. Yəni o deməkdir ki, bugünkü gündə çoxlu sayda məlumat var və o qədər var ki, artıq müxtəlif cür məlumatlardır və onları sonra strukturlaşdırmaq, qruplaşdırmaq çox çətindir. Yəni cürbəcür informasiyalar var bugün və hətta bəzən deyilər ki, informasiya dırnaq arasında zibilliyi də yaranır ki, bəzi informasiyalar yararsızdır və qarışıqdır. Heç biz oradan gedib informasiyanı tapıb özümüz üçün istifadə edə bilmirik. Baxın, 3 dənə bu hissəni biz nə etməliyik? Burada yazmalıyıq. Və daha sonra keçirik növbəti sonuncu sualımıza. 12-ci sual. İnformasiya cəmiyyətinin hər hansı 3 əlamətini yazın. Bu da sonuncu mövzu barəsindədir. Burada informasiya cəmiyyəti əlamətlərinin 6-sı qeyd olunub.
Ola bilər bir-birlərinə biraz bənzəsələr, yaxın olsalar, siz hər hansı üçünü yazsanız tam bal ala bilərsiniz. Bunlar hansılardır? Gəlin, məsələn, birinciyə baxaq, tutaq ki, informasiyanı emalda saxlamaq üçün xüsusi texniki qurğular lazımdır. Bunu da yazmaq olar və ya yazmaq olar ki, kompüterlər istifadə olunur. İkincisi, yazmaq olar ki, cəmiyyətin hərəkət verici qüvvəsi informasiya məhsulunun istehsalıdır. Yəni, digər məhsullar da istehsal olunur, amma hərəkət verici bugünkü dünyanı belə deyim, hərəkətə gətirən bir vasitə informasiyadır. Bir informasiya gəlir, insan əhval-ruhiyyəsi dəyişir və s. Deməli, informasiya vacib bir məhsuldur. Sonra gəlir dəyərlər dəyişərək yeni həyat tərzi formalaşır. Yəni, boş vaxtlarda, asudə vaxtlarda insanlar müxtəlif məşğuliyyətdən məşğul olurlar. Yəni, məsələn, oyun oynayırlar, ondan sonra televizora baxırlar və tutaq ki, videoya baxırlar. İndi artıq köhnə həyat tərzi yeni həyat tərzi ilə əvəzlənir. Bunu yazmaq olar. Daha sonra deməli, evlərdə cürbəcür kompüterləşmiş qurğular var, telefon var. Digər adi cihazlar da artıq ağıllı olmağa başlayır. Yəni, smart cihazlar yaranır, ağıllı evlər, hətta ağıllı şəhərlər də artıq yaranır. Daha sonra informasiya texnologiya inkişaf edir. Yəni, burada daha çox şəbəkələr, informasiyanın ötürülməsi, saxlanması və s. prosesləri də artıq asanlaşır və sonuncuda fasiləsiz təhsil sistemi yaranır. Tutaq ki, yenə hər hansı bir problem yaranırsa, tutaq ki, pandemiya dövründə özündə biz artıq deməli, canlı əyani olaraq tutaq ki, təhsil almaq qeyri-mümkündürsə, amma onlayn vasitələrlə biz artıq fasiləsiz təhsili təmin edə bilirik. Biz informasiyanı istədiyimiz vaxt internetdən onlayn şəkildə əldə edə bilirik. Bu da informasiya cəmiyyətinin üstünlüyünü göstərir, bir əlamətini göstərir. Bunlardan hər hansı üçünü yazırsınız və onun adı sualları yekunlaşdırırsınız. Mən də bütün sualların izahını verdim. İzlədiyiniz üçün təşəkkürlər.